Bakıxanovdayıq, Arzu Şadlıq Sarayın yanında. Ekrana yaxın əyləşeyim, birazdan inşallah sizə. Bax, bu məhəllədən bir dənə ev göstərəcəm. 3 otaqlı, təmirlidir. Gir yaşı, 50 yaşına vurma, Allah xeyir versin. Qiymətdə münasibdir, orta mərtəbədir. İzləmədə qalın. Salam, xoş gördük hörmətli izləyicilər. Bakıxanovdan sizə 3 otaqlı təmirli mənzil göstərəcəm. Bakıxanovda qalanlar bilir. Arzu Şadlıq Sarayı var. Arzu Şadlıq Sarayın yanındadır. Daş miniskidir. Mərtəbəsi də idealdır, orta blokdur. İstilik hökumətindir. Pol parketdir. Bax, evdə əşyaların çox hissəsi saxlanılacaq. Kondisionerdir. Bax, şkaf yığılıb, belə bir şkaf var. Burada yəni şkafdır. Yığılma şkafdır. Lüstrdür. Parketini görsədim, bax. Giriş hissəsidir. Girdin sağ tərəfdə. Bir dənə otaqdır belə. Skvaznoydur. Mənzil hər iki tərəfə pəncərəsi var. Həm həyətə baxır, həm koridorla gəlirsən, bax, bu da zaldır. Burada kondisioner də saxlanılır evdə. Yəni evdəki əşyaların çox hissəsi saxlanılacaq. Bu da mərkəzi yola baxır. Avtobus da düz evin qabağından keçir. 78-76 nömrəli maşınlar yaxınlarından keçir. Kuxnanı, sanuzeli göstərəcəm sizə. Sanuzeldir, bax, belə qapıdan istifadə olunub. Çəkmə qapıdır, yəni çölə açılmır. Yer daralmasın deyə. Daş miniskidir. Kuxna hissəsidir. Bax, kuxnasıdır. Görürsünüz necə qəşəng mebel zad yığılıb, yəni hamısı saxlanılacaq. Kuxna mebeli saxlanılır. Qiymət də 3 otaqdır. Yaxşı təmirdir, daş miniskidir. Qiymət də münasibdir. Startov qiymət inşallah 175 min nəzərdə tutulub. İndi danışıq yerdə olacaq. Allah xeyir versin, əlaqə saxlayın. İstənilən vaxt yarım saat, 1 saat qabaq xəbər eləyin. İnşallah görsədək. Allah xeyir versin.